Birinci kəsrin ilk ikisindən çıxmalıyıq sonuncu kəsrin son ikisini. Yazırıq ki, 1 bölünsün 2 vur 5, çıxılsın 1 bölünsün 23 vur 26. Və vurmalıyıq məxrəcdəki kənar vuruqların fərqinin tərsinə. 14 ilə 8-in fərqi 6, 26 ilə 20-nin fərqi 6, 11 ilə 5-in fərqi 6. Vurmalıyıq 6-da 1-ə. Bu da bərabərdir. 10-da 1 çıxılsın 1 bölünsün 598. Vurulsun 6-da 1. Vurulsun 6'da 1. 1 bölünsün 598. Vurulsun 6'da 1. Bu da bərabərdir. 10 və 598-in ortaq məxrəci 2990-dır. 2990 bölünsün 10 bizə verər 299. Çıxılsın 2990-ı 598-ə böldükdə 5. 5 vur 1 bizə verər 5. Vurulsun 6'da 1. Bu da bərabərdir. 2990 məxrəcdə, sürətdə 294. Vurulsun 6'da 1. Burada da 6 ilə əgər 294'ü ixtisar etsək, alarıq ki 49 bölünsün 2990.